Türkiyənin bugünkü mövqeyi bölgəni fəlakətlərdən xilas etmə mövqeyidir. Türkiyənin çevrəsində geniş bir koalisyon formalaşmaqdadır. Artıq 21 dövlətin Türkiyə ilə birgə bir koalisyonda olması məsələsi müzakirədədir. Netanyahu İsraili Amerikadan savaş tələblərini sərtləşdirib, gerçəkdən də bir savaşa sürüşləsə, 21 ölkənin koalisyonu toplantı keçirib, iradə sərgiləyəcəklər. Mən hesab edirəm ki, Orta Doğu Birliyi ilə yanaşı, Orta Doğu güvənlik, hərbi paktı da ortaya çıxacaq. Təhlükəsizliyi bölgə dövlətləri öz üzərinə götürəcəklər. Bunun da aparıcı dövlətləri Pakistan, Türkiyə, Qatar, Səudiyyə Ərəbistanı, Misir olacaq. Görün nə günə qaldı ki, Netanyahu İsraili İrbham sazişi imzalayırdı. Orada Səudiyyə Ərəbistanı var idi, Qatar var idi, doğru mu? Bəli. İndi nə oldu İrbham sazişi? Netanyahu, hələ David koridoru da getdi hoppalara. Netanyahu, sən nə qazandın? Sən İsrail xalqına nə verdin Netanyahu? Netanyahu, sən dünya yahudilərinin bir nömrəli düşmənisən, zaman gələcək dünya yahudiləri bunu deyəcək. Sən İsrailin bir nömrəli düşmənisən ki, İsrail dövlətini sən bu gün ayaqlar altına qoymusan. Onu İsrail xalqı sənə yedizdirəcək. Biz İsraildən daha bir Musanın meydana çıxmağını gözləyirik ki, o xalq da yazıqdır, o xalqa dəstək verək, o Musanın simasında.